Bir qadını hədəfə almaq, qadınları hədəfə almaq siyasi mübarizə deyil. Bu, siyasi mübarizənin bitdiyi, fikrin, arqumentin, ideyanın tükəndiyi nöqtədir. Qadının adı üzərindən şayə yaymaq, onu şübhə obyektinə çevirmək ən köhnə, ən primitiv, ən iyrənc manipulyasiya üsullarından biridir. Təəssüf ki, bu üsul hələ də işləyir, hələ də ondan istifadə edirlər. Söz bitəndə böhtan başlayır. Fakt yoxdursa, sübut yoxdursa, mövqe yoxdursa, qadının adı ortaya atılır. Məqsəd nə isə isbatlamaq deyil, məqsəd şübhə yaratmaqdır. Çünki şübhə fakt qədər səslidir, bəzən ondan da qalıcıdır. İddia səsləndirilir, amma cavabdehlik daşınmır. Bu, məsuliyyətsizliyin ideologiyasıdır. Xaricdən, məsafədən, sosial şəbəkələrin təhlükəsiz sığınacağından səslənən hücumlar artıq nə ictimai rəy yaradır, nə də cəmiyyətə müsbət impuls ötürür. Buna görə də ritorika dəyişir. Tənqid yerini qarayaxmaya, söyüş və təhqirə, analiz yerini şaiyəyə, mövqe isə şəxsi həyatın linç edilməsinə verir. Bu mərhələdə nə jurnalistika qalır, nə siyasət, nə ictimai müqavimət. Sadəcə zəhər qalır. Hətta bu məqamda qadının konkret kimliyi də ikinci dərəcəlidir. Əsas olan mexanizmdir. Bu mexanizm qadını siyasi silaha çevirir. Ailəni təzyiq obyektinə, şəxsi həyatı isə linç meydançasına. Bu artıq təkcə bir adın, bir ailənin məsələsi deyil. Bu, cəmiyyətin mənəvi sərhədlərinin necə asanlıqla aşılması məsələsidir. Mənəvi terrordur. Ən təhlükəli məqamsa bütün bunların qadın haqları, azadlıq, demokratiya, liberal dəyərlər və sair kimi anlayışların arxasında gizlənərək edilməsidir. Qadın hüquqlarından danışaraq bir qadını hədəfə almaq, bu anlayışların mənasını aşağılamaqdır. Hüquqdan danışıb ləyaqəti tapdalamaq, azadlıq deyib linç etmək, bu ideoloji yox, əxlaqi iflasdır. Belə kampaniyalar bütövlükdə cəmiyyətə açıq mesaj verir. Əgər toxunsan, hədəf olarsan. Bu mesaj bugün bir tanınmış ailəyə yönəlirsə, sabah istənilən qadına yönələ bilər. Bir dəfə normal qəbul olunan, göz ardı edilən linç dayanmaz. Sadəcə ünvanını dəyişər, qurbanların sayı artar. Burada artıq hakimiyyət və müxalifət qarşıdurmasından da söhbət gedə bilməz. Burada sərhəd əxlaqla əxlaqsızlıq arasındadır. Müxalif olmaq insanı məsuliyyətdən azad etmir. Siyasi tənqid hüququ böhtan haqqı deyil. İddia varsa sübut olunmalıdır. Yoxdursa susmaq ən azı ləyaqət tələbidir. Cəmiyyətin isə vəzifəsi, borcu susmaq deyil. Cəmiyyətin borcu bu dili qəbul etməmək, bu ritorikanın normal sayılmasına, alt şuurlarda oturmasına, özünə yer etməsinə imkan verməməkdir. Bugün bir qadının adına səssiz qalanlar sabah öz ailələrinin hədəf ola biləcəyini anlamalıdırlar. Qadın üzərindən aparılan mübarizə deyil, əclaflıqdır, əbləhlikdir, şərəfsizlikdir. Bu, cəmiyyəti içindən çürüdən bir prosesdir, atom bombasıdır. Düşdüyü yeri darmadağın edən, qurudan öldürən bomba. Bu, siyasi nəticə yox, mənəvi məhvdir. Bu, bir qadının imtihanı deyil, bütün qadınların imtihanı da deyil. Bu, hamımızın imtihanıdır. Ya ləyaqətin, əxlaqi dəyərlərin, mənəviyyatın yanında dayanacağıq, ya da susaraq çürümənin bir hissəsinə çevriləcək və öləcəyik. Allah bizi belə dilemma qarşısında qoyan nadürüstlərə, murdar zehniyyətlərə lənət eləsin. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.